Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Bilgah yolunda taksimotorla adlanan ərazidə 3 sotdan artıq torpaq sahəsinin üzərində. Bax, belə bir gözəl həyət evini çıxıb çatacaq. İnşallah həyətin giriş hissəsini sizlərə təqdim edək. Yəni bir maşın rahatlığına daxil olur. Ev 200 kvadratdır. 2 böyük zal, 2 yataq, 1 mətbəx, 1 sanzeldən ibarətdir. Həm yerinə görə, həm havasına görə bilirsiniz, taksimotorun Bilgah tərəf qiymətlər fərqlidir. Bax, bu da Əldamıdır. Bunu da göstərir sizlərə. Sonra keçiriləcək evin içərisinin çəkilişinə və təqdimatına. Qabağında da açıq böyük bir balkonu var. Səməd bələdiyyə kommunallarına qədər var. Və belə deyək, giriş hissəsində sizlərə göstərək. Buranı qardaşım təqdim elə. Böyük bir zal var burada. Evə hər iki tərəfdən, bax, o mətbəx tərəfdən də giriş var. Bu hissədən də giriş var, hətta bu hissədən də giriş var. Təcili satılır. Qiymət 65.000 manatdır. Və reallıq olarsa cüzi indirim olunur. Bu hissəni təqdim elə zəhmət olmasa. Və gəl qardaşım. Evdə istilik kombidir. Bir böyük zal buradadır. Böyle şəxsi tikilidir. Zal təqdim elədim. Gəl bu ikinci zalımızı təqdim edək. İkinci zaldır. İkinci zaldır. Və 2 dənə də yataq otaqları var. O yataq otaqları da böyük, yəni ikisi. Gəl qardaşım, bunu da göstəreyim. Buranı da təqdim edin zəhmət olmasa. Zalların özü də böyükdür. Otaqlar da böyük otaqlardır. Və mətbəxini. Mətbəx də hazır demək olar ki, vəziyyətdədir. Fikir verin. Və qeyd etdiyimiz kimi 3 yerdən giriş çıxış var. Burada da əlavə bir yeri var. Bağlayıblar indi. Və sanuzelini göstərək sizlərə. Sanuzel də tam hazır vəziyyətdədir. Gəl qardaşım. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Bilgah yolunda taksimotorla adlanan ərazidə 3 sotdan artıq torpaq sahəsinin üzərində. Ev arası bir 200 kvadrat olar. 2 böyük zal, 2 böyük yataq otağı, 1 mətbəx, 1 sanzeldən ibarətdir. Sənəd Köhnə bələdiyyədə kommunallarına qədər var. 65.000 manatdır, yəni təcili satılır. Reallıq olarsa cüzi indirim olar və səhifəmizi izləsin. Məşdağa Əməkdaşları rəhbərliyinə sizlərə dərin təşəkkürümüzü bildiririk.